Əgər zolaqdan çıxmaq istəyirsənsə, əvvəl vibrasiya verir, sonra isə belə əlindən sükanı alaraq sərt qaytarır, bəzən səni işləndirir. Əgər sən dönmə işığını sağa yandırırsansa, dərhal, xahiş edirəm göstər, sağ təkərin qabağında nələr baş verirsə onu göstərir. Daha doğrusu sağ tərəfdə, avtomobilin sağ tərəfində. Sol tərəfdə görürsünüz, mənzərə yanır ki, sol tərəfdə maşın var, yoxdur, manevr edə bilərəm ya yox. Ortadakı əlbəttə ki, mənim vəziyyətimi göstərir zolaqda. Klimat kontrol demək istəyirəm. Bir var ki, bura girəsən menuda. Axtarasan, səhifələyəsən o yana bu yana. Amma çox yaxşı ki, klimat kontrol çox rahat, bax bu 4 düyməcəyə burada buraxılıb. Temperatur tənzimləməsi, bir dəfə tənzimləməsi. Yuxarı aşağı eləyə istədiyin hərarəti tutursan. Baxın, mənim avtomobilim zolaqda, siz onun təsvirini görürsünüz. Baxın, sağda solda bəzən belə qırmızı rəngli həyəcan dalğaları belə yanır. Bu deməkdir ki, yaxınlıqda, təhlükəli məsafədə qonşu avtomobil var. Burada yenə də müəyyən funksiyaları sensorlu düymələrə çıxarmaq olar. Görürsünüz, xəritə də var burada. Görürsünüz, mənə deyir ki, təhlükəli avtomobil mənə yanaşıb sağ tərəfdən. Dərhal həyəcan siqnalı verir ki, yox, Prius'da.